Mən qadını həmişə ağ bir rəngə bənzədirəm. Yəni ağ rəng elədir ki, bəziləri deyəcəklər ki, süd də, qatıq da ağdır. Yəni siz yozmayaq da. Yəni ağ rəng elə bir rəngdir ki, nöqtədən də balaca bir nə isə onun içinə düşsə, tez bildirir. Yəni qadını belə bənzədirəm də, ağ rəngə bənzədirəm. Yəni qadınımız, bizim təmiz qadınlarımız, namuslu, qüdrətli qadınlarımız ağ rəngdədir. Baxın, balaca bir nə isə nöqtədən də balaca nə isə düşsə, ən balaca deyək ki, nöqtədir, ondan da balaca nə isə düşsə, görürsüz, tez bildirir. Onun üçün də qadınlarımıza deyirəm ki, əziz qadınlarımız, öz namuslarınıza, öz namusunuza, öz qüdrətinizə, bax, adi bir dənə kişinin barmağı da sizə, başqa kişinin barmağı da sizə toxunsa, fərq eləmir saçınıza, qaşınıza, əlinizə, barmağınız da toxunsa, sizin namusunuza ləkə gəlir. Onun üçün də bəzi qadınlar var ki, güya müasirlikdir, əl verib görüşürlər, kişilərlə əl verib görüşürlər, güya müasirlikdir və ya saçlarını avtobuslarda açırlar, metrolarda açırlar, tökürlər. Bax, bir dənə mən sizə dini bir rəvayət deyəcəm, hədisdir. Muhammed Peyğəmbərin qızı xanım Fatimə Zəhra bir kör kişi gəlir, bundan elə bir sual-cavab eləməyə də. Kördür də, görmür, bu kişi görmür. Muhammed Peyğəmbərin qızı xanım Fatimə Zəhra hicabını giyinir, çarşabını giyinir, gəlir, oturur bunun qabağı. Yəni, yenə də bir pərdə çəkilirdi. O vaxtı yəni pərdə çəkilirdi. O elə bir xanım olub ki, hər iki dünyanın xanımlar şahı olub. Muhammed Peyğəmbərin qızı, yəni xanım Fatimə Zəhra hər iki dünyanın xanımlar şahıdır. Və o gəlib elə bir o ilə sual-cavab eləyəndə hicabını giyinir, çarşabını giyinir və oturur o ilə. Bu gedir, bu söz və o ilə o sual verir. Xanım Fatimə Zəhra da bildiyini deyir. Yəni nə sual verirsə onu deyir. Bu gedir Peyğəmbərə çatır. Muhammed Peyğəmbərə bu söhbət çatır ki, bir çox kişidir də, görmür. Amma o ilə belə yenə də xanım Fatimə Zəhra gəlib onun qabağında, hicabda, çarşabda, onun yanında görməyə yenə də hicabda, çarşabdadır. Muhammed Peyğəmbər qızından soruşur ki, ya Fatimə, gözümün nuru Fatimə, bəs Fatimə Zəhra olub, əsl adı Fatimə Zəhradır da onun adı. Ya Fatimə, bəs o kördür də, görmür sənin nəyə lazımdır da bu hicabda olmağın, çarşablı olmağın. Deyir, nə olsun ki o kördür? Mənim saçımın ətri, saçımın iyisi onun burnuna dəyərdi. Görün, onun saçının iyisi də, qadının saçının iyisi də onun namusudur, onun qüdrətidir. Onun üçün də, bax, ağ rəngə bənzətməyim odur. Yəni, xanımlar, bəzi xanımlar var ki, saçlarını açırlar, tökürlər, bədənlərini dahi, inanın ki, o lük gəzsə, ondan ədəblidir. Elə paltarlar giyinirlər ki, güya bunlar müasirdir. Əgər müasirlik soyunmaqla müasirlikdirsə, Afrika ölkələrində, Cənubi Afrika ölkələrində yarıdan yuxarı, qurşaqdan yuxarı deyirlər də, qurşaqdan yuxarı onlar paltar giyinmir. Döşləri hər yer açıqdır. Döşləri açıqdır qadınlar Cənubi Afrika ölkələrində. Onda belə çıxır ki, Cənubi Afrika ölkələrində olan qadınlar o soyunmaqla özlərini mədəni, müasir göstərən qadınlardan ən müasirdirlər. Və eramızdan əvvələn keçmişdə qadınlar, insanlar paltar giyinməyiblər də. Yəni, ayıb yerlərini nə ilənsə örtüblər. Deyək ki, əncir yarpağı ilə. Onda belə çıxır ki, həmin qadınlar
lüt gəzən qadınlar, eramızdan əvvəl keçmişin qadınları, indiki o soyunmaqla müasir deyən, özünə müasir deyən qadından ən müasiridir. Həmin o indiki o soyunmaqla özlərinə müasir deyən qadınlar getsinlər onlardan mədəniyyət öyrənsinlər, müasirlik öyrənsinlər. Qadın soyunmaqla mədəniyyət, müasirlik deyil. Qadın giyinməklə müasirlikdir. Görürsünüz, balaca bir ağ rəngə nöqtədən də balaca bir neysə düşsə, ləkə düşsə, o həmin o ağ rəngdə bildirir. Qadının da namusu, qiriyyəti həmin o ağ rəngdir. Kişini isə qara bir rəngə bənzədirəm. Yəni qara bir rəngə nə qədər rəng töksən də, neçə dənə rəngdən sonra nəysə qara rəng öz rəngini dəyişir. Onun üçün də əziz qadınlarımız, öz namusunuzu, saçınızı açıb tökməklə avtobuslarda, metrolarda və ya başqa bir yerdə görürsünüz, saçınızın ətri hətta sizin namusunuzdur. Siz bədəninizi açıb tökməklə müasir deyilsiniz. Qadın soyunmaqla müasirləşmir. Qadın giyinməklə müasirləşir. Qadın, çünki həmin o qadın ən birinci atasının namusudur. İkinci qardaşı varsa qardaşının namusudur. Üçüncü əmisi oğlu, nə bilim, kişilər söhbətdə gedir də, qohumla əqrabanın namusudur. Dördüncü əri varsa ərinin namusudur. Beşinci oğlu varsa oğlunun və ondan törənənlərin namusudur. Nöş öz namusunuzu başqalarının qabağında nümayiş elətdirirsiniz. Nə özünüzü nə bildirirsiniz? Mən keçən videomda demişdim də ki, bəzi qadınlar var, oyuna fəxr edirlər ki, ərim mənə xəyanət edirsə, mən də ərimə xəyanət edirəm. Nə mənası var? O qiriyyətli ər ən uzağı səni boşayacaq. Ən uzağı boşayacaq da. Sən onun namusundan çıxdın. Səndən olan uşağa sabah elçi gələndə deyəcəklər ki, ərinə xəyanət edən arvadın uşağıdır bu. Qızı var elçi gələndə, oğlu var, məsəl üçün, oğlun elçi gedəndə deyəcəklər, ərinə xəyanət edənin uşağıdır bu. Onun üçün də, əziz qadınlarımız, namuslarınızı qoruyun. Yenə deyirəm, sizin namusunuz tək özünüzə aid deyil. Sizin namusunuz atovuza, qardaşınıza, nə bilim, ərvizə, buna aiddir. Əgər onları çox istəyirsinizsə, onlara görə öz namusunuzu, qiriyyətinizi qoruyun. Onlara görə öz namusunuzu, qiriyyətinizə xələl gətirməyin. Həmin o ağ rəng kimi balaca bir nöqtə də düşsə, həmin o ağ rəng bildirir. Bilirsiniz, qadın bir incidir. Qadın bir brilyantdır. Qadın bir öz kişisi üçün, öz atası üçün qiymətsiz, qiyməti olmayan, dünyada ən bahalı qiymətli nə varsa, ondan da dəyərli qiymətlidir. Onun, bax, brilyantı, sapfiri, nə bilim, bağlı bir yerdə saxlayırlar, hamıdan gizlədirlər. Siz də öz ərlərinizin, kişilərinizin namussuz qiriyyətisiniz. Onun üçün də, əziz qadınlarımız, öz namusunuzu, qiriyyətinizi soyunmaqla faş eləməyin. Heç kimə o baxacaq, başqa kişi sizə baxacaq. Başqa kişi sizə taxacaq. Əgər ərinizə xəyanət eləyirsinizsə, nə oldu, nə mənası var? Siz qalacaqsınız, sizin namusunuz çirklənəcək, sizin namusunuz ləkələnəcək. Sonraki peşmançılıq da fayda verməyəcək. Ataların sözüdür. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. Yenə deyirəm, əziz, gözəl, mənim namuslu, qiriyyətli millətimin xanımları, baş əyirəm sizin qabağınızda. Hamısınızın, yəni bütün namuslu, qiriyyətli xanımların qabağında baş əyirəm. Anam, bacımdır. Namusunuza, qiriyyətinizə faş eləməyin, xələl gətirməyin.